Bugünkü mövzumuz gəlirdən çıxılmayan xərclərin çotu, yəni vergi hesablamasında gəlirdən çıxılmayan xərclərdir. Vergi məcəlləsinin 109-cu maddəsində gəlirdən çıxılmayan xərclərin siyahısı müəyyən olunub. Bu maddəyə görə iqtisadi cəhətdən əsaslandırılmayan, sənədlərlə təsdiqlənməyən və ya sahibkarlıq fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan xərclər gəlirdən çıxılmır. Məsələn, sosial xarakterli xərclər, şəxsi istehlakla bağlı ödənişlər, normadan artıq nümayəndəlik və əyləncə xərcləri, eləcə də maliyyə sanksiyaları və cərimələr gəlirdən çıxılmayan xərclərə aiddir. Bu xərclər mühasibat çotunda tanına bilər, lakin vergi çotunda ayrıca nəzərə alınır. Nəticə olaraq gəlirdən çıxılmayan xərclərin düzgün çotu, vergi bazasının dəqiq formalaşdırılması və əlavə maliyyə sanksiyalarının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.